İmplant ömürlükdür deyə bilərikmi və implantın ömrünü hansı faktorlar müəyyənləşdirir? Əgər bir pasiyentin, bir insanın sümüyü normaldırsa, diş ətiyi normaldırsa, yəni implant normal nə demək? İmplant edəcək qalınlığa, keyfiyyətə sahibdirsə, protokollara cavab verirsə, implant icra olunduğu və doğru planlandığı zaman, pasiyentlə ona düzgün şəkildə qulluq etdiyi zaman və 6 ayda bir, ən azından 1 ildə bir həkim kontrolundan keçdiyi zaman implant çox uzun ömür insan ağzında qala bilib, insana xidmət edə bilir. 40 il, 50 il ağızda qalan implantlar mövcuddur. Yəni, insanlar unutmamalıdır ki, implant suni vasitədir. Yəni, diş qədər qorunaqlı deyil, suni vasitədir və onu qorumaq lazımdır. Yəni, gigiyena, hətta mən deyərdim ki, dişə qulluq olunan qədərdən daha artıq implanta qulluq olunmalıdır ki, çünki implant mikroblar tərəfindən, diş ərpi tərəfindən çox zəifdir.